Beşinci böhran yaradıcı amillərdən biri Əli əleyhissalamın hətta öz nümayəndələrinə, öz təyin elədiyi məmurların üzərində ciddi nəzarət idi. Bu məmurlar ki, Əli tərəfindən nəsb olunmuşdular, bunları da Əli əleyhissalam rahat buraxmırdı. Nə mənada? Onların hər birinə əgər bir yerə hakim göndərirdisə, şəxsən onları otuzdurub danışdırırdı. Onlara deyirdi, başa salırdı. Rəsmən məktub yazırdı. Məktublarında necə yaşayacaq tərzlərini onlara deyirdi. Deyirdi, birinci şey ki, heç vaxt unutmamalısınız busunuz. Siz rəiyyətin üzərində onlara səvar olmaq üçün hakim gedmirsiniz. Siz onlara xidmətçi gedirsiniz. Xidmət ruhun daima özünüzdə qoruyunuz. Özünüzü qapalı qapıların arxasına tikməyin. Xalqla ünsiyyətdə olunuz. Xalqın, vəziyyətin, kasıbın, yetimin, bədbəxtin halına aşina olunuz. Və ciddi də nəzarət edirdi. Nəzarət mexanizmi nə idi? Əli əleyhissalam bir dənə şəbəkə yaratmışdı, adını qoymuşdu Uyun. Uyun sözünün mənası göz deməkdir, gözlər. Bir dənə hakimi göndərirdi bir məntəqə, elə hakim çatar-çatmaz, o gizli məmur da gəlib o şəhərdə sakin olurdu. İndi bu hakim neynirdi, necə rəftar elirdi, xalqla necə rəftar elirdi, Allaha necə bəndəlik elirdi, rəftarı necə olurdu, siyasi rəftarı necə olurdu, iqtisadi rəftarı necə olurdu, Əli əleyhissalama müdam raport yazırdılar bunlar. Da onlar da elə adamlar da öyrədi, gedirdilər, hakimlə əl-ələ verirdilər, bahəm daha mütərəqqi formada çap edilər xalqı, yox. Əli əleyhissalam tanıdığı ən pak cavanları Uyun kimi göndərirdi. Bir gün Osman ibn Huneyf bir dənə qonaqlıqdan gəlmişdi, üstündən az zaman keçmişdi, gördü bir dənə Osman ibn Huneyf, bir adam idi, Əlinin nümayəndəsi idi. Gördü bir dənə məktub gəlib Əlidən, açdı, gördü Əli əleyhissalam yazıb, Osman, eşitmişəm bir dənə imkanlıların yaxşı toy məclisində iştirak edibsən. Bir adamlar ki, onlar kasıb-küsubu sevmirlər. Bir adamlar ki, onların əlvan süfrələri sənin gözüyü qamaşdıra bilər. Sən unutma, sən Allah bəndələrinə xidmətə gedibsən. Çox dövlətlilərə yaxınlaşıb, kasıblardan uzaqlaşıb, Allah möminlərin, Allah sənin boynuna minnət qoyub, səni onlara xidmətçi göndərdiyi insanların qəlbin qırma. Sən bir dənə adamın nümayəndəsisən. 2 tikə çörəyə qanedi, əynindəki köhnə paltarın çıxardıb dəyişək eləməyə başqa bir köhnə paltarı yoxdur. Elə bu paltardır ki, yücək onu geyinir. Osman belə olma.